Salam əziz qardaşlar, əziz izləyicilər. Xoş gördük hər birinizi. Əziz qardaşlar, bugün may ayının 20-si 2025-ci il. Buyurun baxın, bax belə Masallı rayonunda 2 baş yanı balalı inək satılır. Videoya sona qədər baxın, ikinci maldan da məlumatınız olsun. Əziz qardaşlar, gördüyünüz bu inək mal sahibinin dediyinə görə 4-cü qarına doğub qara şiveslərdəndir. Maşallah olsun, təmiz cinsdir. Sakit quzu kimi maldır. Super yanında bir dənə dişi balası var. Südü səhər axşam 12-13 litr süd verir hal-hazırda. Mal sahibi qeyd edir ki, 15 litrə qədər südün artıran maldır. Qiyməti 2700 manata deyilir. Real alıcı olsa qiymətdə razılaşma yeri var. Kim almaq istəyirsə getsin yerində saxsın, yoxlasın, alsın. Mənə zəng edərkən, WhatsAppda yazarkən nömrəmi qeydiyyata alın. WhatsApp statusum sizə düşsün. Yeni malları birinci WhatsApp statusunda paylaşıram. Buyurun baxın əziz qardaşlar. Videoya sona qədər baxın. İkinci maldan da məlumatınız olsun. Gördüyünüz kimi əmcəkləri yumuşaqdır, mal sahibi qeyd elədi. Sakit quzu kimi maldır. Kim istəsə gəlib yerində də deyir, sağıb, yoxlayıb, apara bilər. Yanında bir dənə super gördüyünüz kimi dişi balası var. Mal da göz qabağındadır. Kim real almaq istəyirsə getsin yerində saxsın, yoxlasın, alsın. Kanalımıza da abunə olub videolarımızı bəyənməyi unutmayın ki, yeni mallardan xəbərdar ola biləsiniz. Əziz qardaşlar, gördüyünüz bu inəkdə mal sahibinin dediyinə görə birinci qarına doğub, 4 ayda doğub, 3 ayda mal sahibi qeyd elədi ki, real kələsini alıb, südü səhər axşam 4-5 litr, qiyməti 1850 manata deyilir. Real alıcı olsa qiymətdə razılaşma yeri var. Ünvan Masallı rayonu. Kim almaq istəyirsə getsin yerində malı saxsın, yoxlasın, alsın. Baxa bilərsiniz. Dişi balalıdır. Buyurun baxın. Bax, mal sahibi əmcəklərini yoxlayır. Sakit quzu kimi maldır. Təp yatmır, orağan deyil. Əmcəklər də yumuşaqdır, sağmağa rahat. Siz də almaq istəyirsinizsə gedin yerində sağın, yoxlayın, alın. Yenə qeyd edirəm, mənə zəng edərkən, WhatsAppda yazarkən nömrəmi qeydiyyata alın. Yeni mallardan, statusdan xəbərdar ola biləsiniz. Fərqi yoxdur, qoyundur, maldır, quzudur. Birinci statusda paylaşıram, sonra YouTube'da, TikTok'da paylaşıram. Statusda yəni kim varsa görür də naxadı.